Hər vaxtınız xeyir olsun. Bugün sizinlə yaz aylarında hazırlanan ən dadlı, ən ləzzətli plovu bölüşmək istəyirəm. Paxlalı plov. Təəssüf olsun ki, Azərbaycanın bütün bölgələrində deyil, bəzi bölgələrdə paxla daha çox tanınır. Xüsusilə cənub zonasında paxladan doğğa, plov hazırlanır. Paxla gördüyünüz formadadır. 2 qabıqdan ibarətdir. Hər 2 qabığını təmizlədikdən sonra istər doğğada, istər plovda istifadə edə bilərsiniz. 200 qramlıq stəkan ölçüsülə 4 stəkan düyünü bol suda yaxşı yudum. 1 saat, saat yarım İslaqda gözlətdikdən sonra qaynayan suya duz və düyünü əlavə edirəm. Qazanın qapağını bağlayıb qaynara düşməsini gözləyirik. Mən 4 stəkan düyü, 10 dəstə şüd və təmizlənmiş 800 qram paxladan istifadə edirəm. Siz ərzaqların miqdarını artıra və ya azalda bilərsiniz. Şüdü xırda-xırda doğradıq. Qeyd etdiyim kimi paxlanın isə qabığını təmizlədikdən sonra plovda istifadə etmək olar. Düyünü tam bişirmirik. Yarı bişmiş olduqda üzərinə təmizləmiş olduğumuz paxlanı əlavə edirik və düyü ilə paxlanı bircə bişiririk. Yəni düyünün bişməsi sizi qane edirsə, deməli artıq süzə bilərik. Budur, artıq paxla, düyü birlikdə qaynayır. Düyü yetər qədər bişdikdən sonra üzərinə sonda şüydə əlavə edirik. Şüyü də əlavə etdikdən sonra qaynatmağa ehtiyac yoxdur. Sadəcə bir dəfə yaxşı qarışdırırıq və plovu aş süzən əlavə edirik. Suyu tam getdikdən sonra yenidən qazana qaytarırıq. Mən qazmaq hazırlamadım. Sadəcə qazanın dibində çörək yağından istifadə etdim. Üzərinə salfet yerləşdirib orta odda dəm almasını gözləyirik. Plovun yanında süfrəyə vermək üçün duzlu hisə verilmiş balıqdan istifadə edirəm. Yağlı kağıza isladaraq balığı həmin kağıza büküb qalın tavada azca sudan istifadə edərək, yəni parda o üz bu üz balığı bişiririk. Beləliklə paxlalı plov bişdi, hazırdır. Nuş edə bilərik. Sonda üzərinə əritdiyim nehrə yağından da əlavə etdim. Çox dadlı, ləzzətli bir plov alındı. Hər birinizə şiddətlə tövsiyə edirəm. İnanın, bir dəfə hazırlasanız hər zaman hazırlamaq istəyəcəksiniz. Adətən plovun altına toyuq da yığanlar var. Hər iki halda dadlıdır. Siz də hazırlayın, nuş edin. Hələlik.